may ayında 20 milyon izlənərəkdən $2 qazanmışam. Bəli, uzun müddətdir ki, məndən bu videonu göstərirsiniz. Qardaşım, YouTube-dan nə qədər qazanırsan, YouTube-dan nə qədər pul alırsan, 1000 izlənməyə YouTube nə qədər pul verir, verici nətər verirsən falan filan. Ağır ki, bu videoda bu sualların çoxuna cavab tapacaqsınız. Cavab tapmadıqlarınızı isə mən sizə kömək eləyəcəm ki, hardan cavab tapa biləsiniz. Dilşadın videosundan sonra demişdim ki, 2000 like gəlsə əgər YouTube qazancımı göstərəcəm və üzərindən bayağı bir müddət keçib və axır ki, YouTube qazancımı göstərərəm sizə. Bu gün aylıq 26 milyon, 30 milyon izlənən kanalımın aylıq nə qədər qazandırdığını göstərəcəm sizə. Görək hələ başımıza nələr gələcək. Getdik. Bəli, bu ekranda gördüyünüz mənim kanalımdır və qürur duyuram kanalımdan. Öz adıma qürur duyuram həqiqətən də kanalımdan. Mükəmməl bir kanalım var, belə soruşmaq demək kimi pis olmasın. Buradakı analizlərə gəlirik. Burada analizlərdən gördüyünüz kimi son 28 gündə kanalım 26 milyon 400 min izlənib. 188 min saat alıb. Bu 188 min saat nədir? Sizə deyim də o. Sizin pul qazanmaq üçün YouTube-da qazanmalı olduğunuz 4000 saat var ha. Bu 188 min saatdır. Yəni mən aylıq bu qədər saat alıram. Son bir ayda 10 min abunə qazanmışam. Son bir aydan 28 gündür. Gəlirə isə birazdan gələcəyik. Gördüyünüz kimi son 48 saatda isə 1.7 milyon falan izlənmə almışam burada gördüyünüz kimi. Sıxbeyninin adlı videoda burada 147 min izlənmə ilə birinci yerdə tutur. 22.496 abunəm var bu dəqiqə. Sizə abunə olaraqdan bu sayı 300 minə çatdırmağa kömək edə bilərsiniz mənə. Son 28 gündə ən çox izlənən videolara baxıram. Məsələn 776 mindən bu effekt videosu məsələn. Sonra 684 mindən bu video, məsələn orqanları yaxşılaşdırır videosu məsələn çox izlənib. Biraz yaxınlaşdırsan daha yaxşı görəcəksiniz elə bil ki, niyə bu qədər balaca görsən? Sonra 625 min bu üzmək videosu izlənib. Bu Orxan o günlərdə atmış, nə deyirsən bunu? 6 Hazirana üstündən 15 gün keçib. O günlərdə deyirəm. 617 min izlənib, 607 min Granny ilə mesajlaşma izlənib. Bu arada son 28 gündür bu. 20 mayda atmışam. Yəni üstündən 28 gündən də çox keçdi bu. Ümumiyyətlə hamıya maraqlı olan bir dənə bir şey var ki, YouTube izlənmə başına nə qədər verir? Bir izlənmə başına nə qədər verir? Ya da 1000 izlənmə başına nə qədər verir? Ümumiyyətlə bu anlayış çox fərqlidir. Çünki Shorts videosu da fərqli qazandırır, uzun video da fərqli qazandırır. Uzun videonun uzunluğu fərqli olan videoda fərqli pul qazandırır. Mövzusu fərqli olan videoda fərqli qazandırır. Yəni çox fərqli anlayışlar var da. Hətta ki bizim 12 ayımız var da bildiyiniz kimi. 12 ayın bəzi ayları YouTube daha çox qazandırır, bəzi ayları isə daha az qazandırır. Yəni çox dəhşət fərqli şeylər var. Yəni bu videoda bəzi qismlərindən bəhs edəcəm. Bəhs eləmədiyim yerlərdə sizə yönləndirəcəm ki, hardan öyrənə bilərsiniz. İlk olaraqdan YouTube 1000 izlənmə başına nə qədər verir? Gəlin birinci ondan başlayaq. Məsəl üçün son videolarımı açıram. Son videolarım gördüyünüz kimi bunlardır. Məsələn, random bir dənə videomuza girək. Məni etiketlədiyiniz videolara baxdıma girməyək də burada bir otaqlarınızı baxdım 7 videosuna girək. Nə qədər izlənib? Otaqlarınıza baxdım 7 videosu neçə gün əvvəl atılıb? 15 gün əvvəl atılıb. 27 min izlənməsi var. Səsim oldu, etan oldu. 2500 saat verib və 107 dənə də abunə gəlib. Və mənə $7.35 qazandırıb. $7.35 nə qədər təxmini? 15 manat, 14 manat təxmini pul eləyir ya da 13 manat 50 qəpik kimi bir pul eləyir. Təbii ki, bunu vergisi var, sosialı var. Onlara hələ qatıb danışmıram da. Birazdan o məsələlərə gələcəyik. Erişim qisminə girirəm. Erişim qismində tıklanma oranı 4.9%-dir. 4.9% nə deməkdir? Yəni ki, mənim videom 376 min insana göstərilib və onun 4.9% mənim videoma tıklayıb və ondan da mənə 26900 görüntüləmə gəlib. Yəni bu o deməkdir ki, yəni mənim videomu göstərildiyi insanların sadəcə 5% o videoya maraqlı gəlib və onunla belə 27000 izlənmə alıb. Yəni 27000 izlənmə çox mükəmməl bir rəqəm deyil, heç mükəmməl bir rəqəm deyil, amma ki ortalamadır deyə bilərik buna. Etkiləşim qisminə gəlirik. Baxın, ən önəmli qism buradır. Yəni sizin pulunuza ən çox təsir edən qism etkiləşim qismidir. Etkiləşim qismində sizin burada gördüyünüz kimi mənim videomun ortalama izlənmə sürəsi 5.34 saniyədir. 10 dəqiqəlik bir video üçün 5.34 saniyə izlənmə sürəsi çox mükəmməl bir şeydir həqiqətən də. Məsələn, sizin videonuz əgər 40%-dan 50% arasında izlənirsə, sizin videonuz həqiqətən də axıcı və mükəmməl bir videodur deməkdir. Əgər ki 20-30% arasında qalırsa, bu o deməkdir ki, sizin videonuz o qədər də axıcı deyil. Əgər ümumiyyətlə heç 10%-in üstünə çıxmırsa, siz artıq video girişini dəyişdirməlisiniz. Ümumiyyətlə bəlkə də video fikrini dəyişdirməlisiniz bu deməkdir. Nəysə, videomun yarısından çoxunun izlənməsi nə deməkdir ümumiyyətlə? Gəlin sizə burada para qazanma qisminə girim. Para qazanma qisminə girdim. Para qazanma qismindəki bu ağ şeylər nədir? Gəlin sizə onlara başlamaya çalışım. Bu gördüyünüz ağ şeylər odur ki, YouTube həmin vaxtı, həmin saniyədə sizə reklam göstərəcək deməkdir. Bu otomatik gördüyünüz, otomatik qoyulan video reklamlardır. Bunları mən qoymuram, YouTube avtomatik qoyur. Gördüyünüz kimi 4-cü dəqiqədə bir reklam var, 5:47-də bir reklam var və 8:06-da bir reklam var. Bunun da altına qırmızı dizgi ilə çəkim ki, sizin videonuz 8 dəqiqə üzərində deyilsə, videonun ortasında heç vaxt reklam göstərilməyəcək. Sadəcə başında və axırında göstəriləcək, ortasında göstərilməyəcək. 8 dəqiqə üzəridirsə, videonun ortasında da göstəriləcək və bu sizin gəlirinizə 33% falan təsir edir də, yəni bayağı bir təsir edir deyim sizə. Nəysə, gördüyünüz kimi 4-cü dəqiqədə məsələn adam mənim videoma baxır. Mənim ortalama izlənməm nə qədər idi? 5.30 saniyə idi, düzdür? Adam 4-cü dəqiqəyə gəldi və 4-cü dəqiqəyə gələndən sonra bir dənə reklam gördü. Videolarıma baxanlar 5.34 saniyəsinə qədər baxıblar da, düzdür, ortalama. Bu o demək deyil ki, videoya baxanların hamısı 5.34 saniyəyə qədər baxıb. Bu belə deyil. Yarısı ola bilər ki, videonun axırına qədər baxıb, yarısı ola bilər ki, başında çıxıb, yarısı ola bilər ki, nə bilim 30%-dən çıxıb, yarısı ola bilər 70%-dən çıxıb. Bu sadəcə ortalama bir göstəricidir. Yəni ki, əgər 4 nəfərin ikisi videoya
girən kimi çıxsa və ikisi video axırına qədər baxsa, bu mənim ortalama izlənmə sürəmin 50% olduğunu göstərir. Yəni bunu sizə başa salım. Nəysə bunlar göstərəndən sonra sizə ortalama izlənmə sürəsinin nə qədər yüksək, dəyərli bir şey olduğunu da dedim. Ümumiyyətlə sizin ortalama izlənmə sürəniz sizin önərilmənizə də çox təsir edir. Məsələn, sizə önərilmənizə təsir olan şeylər nədir? Birinci tıklanma oranıdır. Tıklanma oranı nədir? Burada göstərmişdim sizə. Erişim qismindəki tıklanma oranı. Tıklanma oranı necə işləyir? Məsələn, YouTube'a ilk öncə videonuzu atırsınız. 100 nəfərə YouTube sizin videonuzu göstərir. Bu 100 nəfər içərisindən YouTube baxır. Görəm nə qədər adam bunun videosuna tıklayacaq. Bu 100 nəfər içərisində əgər 10%-in, 20%-in siz tuta bilsəniz ya da ki, nə bilim 8-10%-in tuta bilsəniz, YouTube deyir ki, yaxşı nəticə göstərəcək. Bunu biraz daha qabağa verəcək. Və 100 nəfərdən sonra 1000 nəfərə də göstərir. 1000 nəfəri də biraz test eləyir. Və test eləyəndən sonra deyir ki, mən bunu qabağa çəkəcəm, yoxsa çəkməyəcəm. Çünki tamamilə YouTube-un əlindədir. Sizin videonuzun nə qədər yaxşı olduğuna baxır. Sizin videonuzun da yaxşı olmağına nə tər baxır? Tıklanma oranınıza baxır və ortalama izlənmə sürənizə baxır. Məsələn, sizin adam videoya girdi. Məsəl üçün qapağı çox zordur da. Məsələn, thumbnail çox zordur. Videoya girdi, amma ki videoya girdi çıxdı. Çünki sizin qapaqdan çox daxilsiz bir şey qoyubsunuz videonun içinə. Buna görə də sizin ortalama izlənmə sürəniz yerlərə düşür və YouTube deyir ki, bu adamın videosuna girirlər və baxmırlarsa, mən bu adamın videosunu önərmirəm deyir və önərilməni kəsir. Buna görə də clickbait eləməmək lazımdır. Videonun içində son dərəcə maraqlı eləmək lazımdır. Və burada da gördüyünüz kimi mənim videom 5 dəqiqə 34 saniyə, yəni ki 55% izlənib ki, bu mükəmməl bir rəqəmdir bu arada. 55% həqiqətən də əgər siz 40% keçdiniz ki, sizin videonuzu təbrik edirəm. Həqiqətən axız bir video düzəltmişsiniz deməkdir. Biraz aşağılara gəldim. Siz burada şey görəcəksiniz. Kütlənizin əldə saxladığı, kütlənizin hansı qismləri dala verib baxdığı qismləri siz burada görəcəksiniz. Məsələn, bu qismi mənim izləyicilərim məsələn dala verib baxdılar. Baxın. Məsələn, qapımı göstərdiyim bir qism məsələn izləyicilərə maraqlı gəlir və arxaya sara-sara baxdılar. Məsəl üçün deyirəm, mən studiyada bunu görürəm. Gördüyünüz kimi burada biraz qalxma var. Məsələn, bəzi izləyicilərə mənim giriş eləməyim maraqlı olmayıb və girişdə qabağa veriblər. Qabağa veribləri oradan bilirəm ki, məsələn, ya burada çıxıblar, ya da ki qabağa veriblər. Çünki burada artış var. Bu deməkdir ki, burada qabağa veriblər. Burada da məsələn arxaya veriblər, təzədən baxıblar. Buna görə də burada bir dağ əmələ gəlir. Məsələn, burada da bir dağ əmələ gəlir. Buradakı düşüşü görürsüz. Məsələn, videonun düz qurtardığı yerdir böyük ehtimal. Həmin gözlədiyi artıq o məsələyə gəlirəm. Bir dənə video nə qədər qazandırır? Burada gördüyünüz zaten nə qədər qazandırdığını 7.35 dollar qazandırır. Amma ki 1000 izlənmə başına nə qədər verir? Gördüyünüz kimi Azərbaycanda hələ bu yaxşı versiyasıdır bu arada. 26.000 izlənən video 1000 izlənmə başına 28 sent qazandırır. Bəli, gülünc bir məbləğdir, gülünc bir məbləğdir. Hətta arada olur ki, bir 14-ə, 15-ə, 20-yə qədər düşdüyü vaxtlar olur həqiqətən də. Ümumiyyətlə belə bir aralıq var. İndi birazdan sizə onu göstərəcəm. Videolar bir-bir göstərməm, onsa aylıq qazancımı da sizə göstərəcəm. 0.28 sentdir, düzdür. Məsəl üçün 26.000 izlənmə, hər 1000 izlənmə başına. Məsələn, 26-nı vurur 0.28-ə, mən bir video başına qazandığım pulu təxmin eləyə bilərsiniz. Bu arada bu çox vaxt 0.2 sent olur. Yəni ki, məsələn, bir video 30.000 izlənirsə, bunu 6 dollar qazandırmış kimi təsəvvür eləyə, fikirləşə bilərsiniz. Məsələn, fərqli bir dənə videoya baxaq. Bir uzun müddət əvvəl atdığım videoya baxaq. Bir aşağı çəkək bunları. Məsəl üçün, kreativ qarğışlarınızı oxudum. 28 fevralda atmışam. Görək bu video nə qədər qazandırıb? 26.000 izlənib, sadəcə 2 dollar qazandırıb. Bu ay fərqidir. Çünki bilirsiniz niyə? YouTube'a reklam verənlər bəzi aylarda daha çox reklam verirlər və bu da bizim xeyrimizə gəlir və biz daha çox pul qazanırıq. Məsəl üçün, yanvar, fevral, mart ayları ümumiyyətlə YouTube'da gəlirin çox diblərə düşdüyü vaxtlardır. Aprel, may, iyul, avqust vaxtları ortalama olan vaxtlardır. Yəni ki, bu vaxtlar normal ortalama qazanc qazanırsan. Amma ki, dekabrdan noyabr ayı ümumiyyətlə gəlirin bayağı bir 2 qat falan olduğu vaxtlardan, yəni o vaxtlar YouTuberlar daha çox qazanırlar. Nəysə, bu məsələn 1000 izlənmə başına nə qədər qazanıb? 0.11 sent qazandırıb. Çox gülünc bir rəqəmdir, həqiqətən çox gülünc bir rəqəm. Çünki Amerikalılar falan shortsa belə bundan daha çox pul alırlar. Yəni başa düşürsən, mən uzun videonun cəmsi 0.11 sent qazandım məsələn 1000 izlənmə başına. Və ümumi cəmsi 2 dollar qazandırır. Məsələn, o qədər video çəkirsən, editləyirsən, əziyyət çəkirsən, sadəcə 2 dollar qazanırsan məsəl üçün videodan. Amma ki, bunun səbəbləri nədir? Gəlin indi səbəblərinə baxaq. Burada kütlə deyilən qism var. Kütlə qisminə gəlirəm. Kütlə qismində biraz aşağı düşəndə siz burada mənim videomun hardan izləndiyini görəcəksiniz. Gördüyünüz kimi 97% Azərbaycanda, 0.1% Gürcüstanda, 0.1% Türkiyədə. Bu nə deməkdir? Yəni ki, mənim videolarımın çoxunluqla demək olar ki, hamısı Azərbaycandan izlənib. Azərbaycanda da YouTube'a reklam verənlər çox az olduğuna görə mənim gəlirim çox son dərəcə azdır. Məsələn, mənim əgər videolarım 97% Türkiyədən izlənsəydi, mənim qazancım məsələn 3 qat falan daha çox olacaqdı. Bu arada bunu araşdırmışam. Onur Nazi Öztürk'ün kanalında falan da görmüşəm. Yəni onun bir video başına nə qədər qazandırdığını falan. O video 1000 izlənmə başına 1 manat və 1 manat 50 qəpik falan qazanır. YouTube gelirimiz arttı. Peki bu YouTube gelirini arttı ama CPM'ler ne durumda? Yani 1000 gösterim başı kazanç. Önemli olan o. Kardeşim bak burada da şunu baz alıyoruz. Aralık ayında CPM'im 45 liraymış. Amma ki mən nə qədər qazanıram? 20 qəpik, 30 qəpik falan qazanıram. Yəni gördüyünüz kimi hətta 5 qat, 6 qatdan çox bəzən fərq olur. Həqiqətən çox fərq olur. Yəni Azərbaycandakı həqiqətən qazanc çox yerlərdə
illərindədir də konkret. Məsələn, əgər mən Amerikadan izlənmə alsaydım bu rəqəmlər tavan eləyəcəkdi. Çünki ən çox CPM-ə sahib olan ölkələr Amerikadır. CPM nədir? 1000 izlənmə başına olan gəlirdir. Buna CPM deyirlər. Okay, so here's a YouTube short right here that got over 120,000 views, and you'll see I only made $9. Got 117,000 views, and this video's paid me over $1,700. Burada ümumiyyətlə bütün statistikaları görə bilərsiniz. Neçəsi abunə olub, neçəsi abunə olmayıb. Görürsünüz ki, 52% abunə olub, 47% abunə olmayıb. Niyə abunə olmusunuz? Heç ikisi abunə olun da qardaşım sana. Bunlar ümumiyyətlə gəlirə çox təsir edən şeylərdir. Yəni abunə olmaq da təsir eləmir. Sadəcə məsələn mən videonu atıram, ilk öncə YouTube mənim abunələrimin qabağına çıxardır videonu və abunələr mənim videoma nə qədər baxsalar, nə qədər çox tıklasalar, başqalarına da önərməyə davam edir. Yəni abunələr çox önəmlidir də yəni. Məsələn bu videonun ortalama izlənməsi məsələn 4.52 saniyədir. Bu nə deməkdir? Yəni ki, yarısına çatmayıblar. Aracıdım. Yarısına çatmayıblar. Neçə faizə? 47%. Dedi sizə bayaq dediyim kimi 40%-dən 50% arasında olanda həqiqətən çox yaxşı bir nəticədir. Amma ki, gəlir gördüyünüz kimi yenə də yerlərdədir, sadəcə 11 sent qazandım. Məsələn, ən çox izlənən bir dənə videoma gəlirəm. Məsələn, izlənmə sayəsində ən çox izlənən videom görün mənə nə qədər qazandırıb. Harun Məmmədovun dublajlarına baxdım. 317.000 izlənib. Sizin fikrinizdə nə qədər qazandırıb bu video? Yorumlara yazın. Tamam, girin. Harun Məmmədovun 317.000 mənə izlətdirən videosu mənə $75 qazandırıb. $75 da bizim pulla təxminən 130 manat falan edir. İndi vergini çıxsa qədər oradan 100 manat falan pul qalır. Fikirləşin. Siz 317.000 izlənəcəksiniz və sadəcə $75 qazanırsınız. Sizə bir şey deyim, bu izlənmələrə çatmaq heç asan deyil. Az çox YouTube'dan maraqlanmış insanlar varsa, izlənmənin heç asan olmadığını çox yaxşı bilməlisiniz. Çünki YouTube elə bir yerdir ki, yəni kurtlar sofrasında başa düşürsən. Plus da ki, Azərbaycandan çünki öz YouTuberlarına baxmırlar, gedirlər türk YouTuberlara baxırlar çox vaxt. Baxmayın demirəm, zaten mən də türk YouTuberlara baxıram. Amma ki, ən azından Azərbaycanda da əziyyət verən, əziyyət çəkən YouTuberlara da baxmaq, dəstəkləmək lazımdır, onu deməyə çalışıram. Amma ki, əgər siz də YouTuber olmaq istəyirsinizsə və mənim bu məlumatlarımdan və bilgilərimdən yararlanmaq istəyirsinizsə, bir kurs açmışam və ön qeydiyyat eləmişəm. Bu kursda nə olacaq? YouTube kanalı necə açılmalıdır? YouTubedan necə pul qazanmalısınız? Pul qazanmanı necə açmalısınız? Vergi işini necə həll etməlisiniz? Nə qədər vergi verməlisiniz? Nə qədər sosial verməlisiniz? Bunları necə həll etməlisiniz? Nə vaxt vergi verməlisiniz? Nə vaxt verməməlisiniz? Ümumiyyətlə kanalınızı necə inkişaf etdirməlisiniz? Kontenti necə seçməlisiniz? Hardan başlamalısınız? Nə vaxt video atmalısınız? Nə vaxtdan bir video atmalısınız kimi beyninizə, yəni zibilyon dənə sual gələ bilər də. Yəni başa düşürsən? Və YouTube-un necə deyim, ikinci bir iş olaraqdan, yəni ekstra pul qazanmaq üçün yəni eləyə bilərsiniz. Yəni bu son dərəcə normal bir şeydir ki, mən də özüm zaten belə eləyirəm. Çünki evdə oturub pul qazanmağı kim istəməz? Yəni YouTube vasitəsilə YouTuber olmaq istəyənlər bu mənim təklifimi dəyərləndirməlidirlər. İlk olaraqdan sizdə orada bəzi videolar hazırlamışam. Bəzi videolar vasitəsilə siz açıqlamanı necə qoymalısınız? Necə SEO-da, axtarışlarda ilk öndə çıxmaq üçün nələr eləməlisiniz? Pul qazanmanı necə açmalısınız? Qapaq şəkillərini necə, harda daha yaxşı düzəltməlisiniz? Kanal açıqlamasını necə yazmalısınız? Ümumiyyətlə videonu necə editləməlisiniz? Ona qədər mən həmin kursda öyrədəcəm. Kurs başladığı müddətdə sizə videolar təqdim eləyəcəm və siz o həmin videolara baxacaqsınız və YouTube prosesini demək olar ki, öyrənəcəksiniz. Çünki mən kiçik bir kanal deyiləm. Burada yəni təcrübə danışır, boş bir insan danışmır da. Yəni kanalın böyüklüyünü görürsüz, izlənməni görürsüz. Yəni qazandığım pulları birazdan görəcəksiniz. Yəni boş bir adam deyiləm, onu deməyə çalışıram da. Yəni sizə yalandan sizə kitab satmıram ki, gəlin kitabımı alın, nəmnə qarın. Sadəcə bu kurs vasitəsilə istəyirəm ki, yəni Azərbaycanda YouTuber olmaq istəyənlərə bir qapı açsın ki, bir şey də öyrənsin onlar. Çünki o həmin kursun içində deyəcəklər, həqiqətən də qızıl məlumatlardır. Yəni bunu hamı sizə deməzlər, onun üçün deyirəm. Və kurs başladığı müddətdən 1 ay boyunca sizə bir dənə qrup açacağam və həmin qrupda nə suallarınız olsa orada verə bilərsiniz. Bizzat özüm zaten sizə kömək eləyəcəm. Sizin nə probleminiz olsa əgər mən sizə kömək eləyəcəm. Məsələn, nəyisə bilməsəz, nəyisə başa düşməsəz əgər sizə direkt özüm kömək eləyəcəm onun vasitəsilə. Digər vaxtlarda isə nələr olacağını artıq Kurs üçün ön qeydiyyat eləmək istəyirsinizsə, əgər açıqlamalar qismində qoyduğum ön qeydiyyat formunu doldurmağınız kifayətdir. Kurs başlayanda hamınız bir-bir xəbərdar olacaqsınız. Məsələn, əgər YouTuber olmaq istəyən varsa dediyim kursdan məncə yararlanmalıdır. Çünki özüm keçirəm də, yəni heç kəs reklam eləmirəm, özüm keçirəm, yəni başa düşürsən yəni. $75 qazandırmışıq. Bu 1000 izlənmə başına nə qədər qazandırıb? 24 sent qazandırıb. Məsəl üçün bayaqçı videodan daha azdır. Bayaqçı neçə idi? 28 idi. Məsələn bu 24 çox dəyişkəndir. Bilə bilmərsən, tuta bilmərsən ki, məsəl üçün niyə məsələn burada 24 verdi, orada 28 verdi, orada 11 verdi. Əsl tuta bilirsən bir baxımdan. Nə qədər videon uzundursa, sənin videonun içində reklam çıxma ehtimalı daha çoxdur. Ona görə də məsələn 17 dəqiqəlik videodur. Amma ki nə vaxt atılıb? Avqustda atılıb və avqust izlənmələrin çox ortalama olduğu bir dövr olduğuna görə, izlənmə dediyim qazancın çox ortalama olduğu bir dövrdür deyə sadəcə 24 sent qazandırıb da, yəni başa düşürsünüz, çox da deyil. Əslində baxanda bu video əgər dekabrda atılsaydı 40 sentdən falan qazandırardı və $100 daha çox qazandırardı bəlkə də. Gəlin shorts qisminə baxaq. Hamıya maraqlı olan şeylərdən biri də ümumiyyətlə shorts qismidir. Bəli, shorts qismində burada ən çox izlənən mənim kim deyə bir videodur və 1.500.000 izlənib. Görə 1.500.000 izlənən video nə qədər qazandırıb? 7.68 sent qazandırıb. Yəni o bizim hansı videomuz idi? Səhv eləmirəmsə 26.000 izlənən uzun videodan daha az qazandırıb. Məsələn, daha bərabər qazandırıb. Çünki shortsun verdiyi pul çox gülüncdür. Sizə bir şey göstərəcəm. Gəlin baxın bura. 1000 izlənmə başına 0.01 sent verir. Yəni ki
ortalama 1 milyon izlenen video normalde 10 dollar qazandırmalıdır, düzdür? Amma belə bir şey var ki, sizin burada gördüyünüz 1.6 milyon izlənmə var. O əslində izlənmə deyil, real izlənmə o deyil. Məsələn, videoz məsələn axışda neçə dəfə göstərilib, shorts axışında neçə dəfə göstərilibsə, o izlənmə onu göstərir. 1.6 milyon onu göstərir. Əgər kim sizin heç olmasa videonuzda 1-2 saniyə qaldısa, etikeşim qisminə gəlirik və aktiv izlənmə qisminə keçir. Yəni ki, 1 milyon 600 min adamlar mənim videomu görüblər, amma qalmayıblar. Sadəcə 535 mini mənim videomda qalıb. 535 mini də 1 sentə vuranda orada göstərdiyimiz 7.68 dollar olub. Bu arada bu rəqəm yüngülvari o yana bu yana gedib sözün düzü. Bu da ki biraz müəmmadır. Çünki 1.6 milyonu məsələn minə vuranda bu eləmir. Normalda 16 dollar eləməlidir. 535 mini də məsələn 0.01-ə vuranda məsələn 5.3 dollar eləyir. Amma orada 7 dollardır. Burada bir saxlaşma var da yüngülvari. Aktiv izlənmədən yüngülvari çox, ümumi izlənmədən isə bir xeyli az göstərir. Və aşağı düşürük. Abunə olmayanlar 82%-dir. Yəni videomu görüb abunə olmayanlar bu videoda 82%-dir. Onlar abunə olsa bilsən nə qədər olar? Yəni bu dəqiqə 1 milyon abunəm var idi konkretdən deyirəm, amma olmurlar. Xahiş edirəm abunə olun. Azərbaycandan 97% izlənir. Zaten çox vaxt Azərbaycandan izlənirəm. Rusiyyadan məsələn 0.8%, Gürcüstandan 0.5%, Almaniya, Hollanda, Türkiyə yoxdur məsələn. Görsən burada Türkiyə belə yoxdur, sən öldürəm. Buralardan izlənmişik deyə zaten CPM-imiz çox aşağıdır, sən öldürəm. Başqa bir video. Adınız nə oldu deyə bir dənə videomuz var burada. 1.5 milyon izlənir. 5.28 dollar qazanır. İzlənməsi bayaqçının demək olar eyni, ancaq daha az qazandırıb. Səbəbi nədir? Aktiv izlənməsi çox az olduğuna görə daha az qazanır. Deyəsə yüngülvari çox danışdım. Gəlin indi sizə aylıq qazancı göstərim. İyunu göstərə bilmirəm. Buna görə də may və o tərəfi göstərəcəm. Bəli, burada gördüyünüz may ayıdır. May ayında 20 milyon izlənərəkdən 282 dollar qazanmışam. 282 dollar nə qədər edir bizim pulla? 600 manat eləmir. 500 nə qədərsə pul eləyir, səhv eləmirəmsə əgər. 500 də eləmir, 500 də eləmir. 450 falan eləyir bu arada. 450 manat falan eləyir. May ayında YouTube'dan 450 manat pul qazanmışam. Ümumi olaraqdan bütün shortslar, videolar. Hətta bunu siz nəzərə alın ki, mən gündə təxmini 8-10 dənə shorts atıram. Həftədə ən azı 3 dəfə də uzun video atıram. Yəni bunu nəzərə alın. May ayında cəmsi 6500 abunə qazanmışam. İzlənmə sürəm izlənməm isə 20 milyon olub. Ümumiyyətlə mart ayı deyirəm, may ayı mənim üçün çox da yaxşı keçən bir ay olmuyor. Gəlirik aprel ayına. Aprel ayı gördüyünüz kimi çox da fərqlilik olmuyor. 294 dollar qazanmışam. Bu da ki 480 manat falan eləyir. 10.000 abunə gəlib. Abunə pis gəlməyib, yaxşı gəlib. Məsələn, günlük mənim qazandığım, məsələn aprel ayında qazandığım abunələr belədir. 300, 400, 500 çox dəyişkəndir. Çünki bilirsiniz, mənim kanalım çox izlənməni shortsdan aldığına görə bu sayılar çox dəyişkəndir. İzlənmə sürəmiz bayağı artıb, 20% artıb. Bu deməkdir ki, bizim uzun videolarımızın daha çox izləndiyi mənasına gəlir bu. İzlənməmiz də yenə 20 milyon. Gündəlik ortalama burada gördüyünüz kimi bu qədər izlənmə alıram. Yəni 600 min, 800 min, 1 milyon, belə 500 mindən 1 milyon arasında izlənirəm də kanka. Buradan gələk digər ayların izlənməsinə baxaq. Məsələn, may 20 milyon, aprel 20 milyon, mart 20 milyon. Məsələn, fevral ayında düşüş var. O yanvar ayı 23 milyon, dekabr ayı yaxşı olub 27 milyon, 22 milyon, 21 milyon, 26, 38, 43 milyon. Məsələn, keçən il məsələn mayda, iyunda çox yaxşı izlənmişəm burada gördüyünüz kimi. İzlənmə sürəsi də təxmini olaraq baxanda yəni eynidir demək olar. Çünki burada görürsüz ki, ortalama 150 min civarında izlənirəm, amma ki bu yanvar və fevral aylarında ümumiyyətlə izlənmələr çox pis düşür. Bunun səbəbi də yəqin ki, nə bilim, yəqin ki uşaqların, izləyicilərimin imtahana hazırlaşması falan deyir, açıqcası önərindən falan düşməsidir. Avqust ayında falan məsələn, eylül nədir, sentyabr ayında, avqust ayında, iyun ayında məsələn partlatmış 300 min saat falan izlənmişik ayda. Abunələrə baxırıq. Abunələr çox həqiqətən interesin ayarlayınadır. 6000 abunə, 9000. Burada öcə altın qoymuşuq fevral ayında. Ümumiyyətlə fevral ayından yanvar ayı mənim üçün heç yaxşı aylar deyildi. Yəni ümumiyyətlə də oktyabr ayı heç yaxşı ay deyildi. Biz sentyabra qədər aya 15 min, 17 min, 19 min, 27 min, aya 30 min abunə qazanırdıq vaxtında. Aya 1000 abunə qazanırdıq da yəni. Və gəlirik təxmini gəlirə. Təxmini gəlir ümumiyyətlə çox dəyişkəndir. Məsələn, bu son 3 ay demək olar ki 200 dollar bandında gəzmişik və sizə bayaqlar saydığım ümumiyyətlə yanvarla fevral ayı çox azdır. Gördüyünüz kimi 153 dollar, biri 189 dollar. Amma dekabr ayında pis deyildik. Dekabr ayında 430 dollar qazanmışıq və noyabr ayında 375 dollar qazanmışıq. Bunun səbəbi nədir? Noyabr və dekabr aylarında CPM-in artdığı deməkdir. Yəni gəlirin artdığı deməkdir. Buna görə də həmin aylarda məsələn mən ortalama yenə eyni izlənirdim. Burada gördüyünüz kimi izlənmə saatında çox da bir fərq yoxdur. Gördüyünüz kimi məsələn bura 176 min saatdır məsəl üçün. Nisan 177 min saatdır. Aralıq 176 min saatdır, düzdür. Amma qazanca baxın bu 294-dür. Bu isə 430-dur. Məsələn 130 dollar fərq var, amma izlənmə saatı eynidir. Bunun da səbəbi həmin dövrlərdə reklama daha çox pul verir markaları. Buna görə də elə olur. Çünki yeni il falan olur ona görə. Burada Ekim dediyim oktyabrda yüngülvari altın qoymuşuq, amma son aylarda qazandığım puldan çox daha yaxşı qazanmışıq. Amma ki burada sentyabr ayında, keçən ilin sentyabr ayında, avqust ayında, iyun ayında, sonra mayında falan gördüyünüz kimi çox qəşəng pullar qazanmışdıq. Yəni bunlar 1000 manat falan edirdi, aylıq 1000 manat falan edirdi vaxtında. Amma indi o pulun yarısına gücdən satırıq bu arada. İzlənmələrin düşməsi və CPM
CPM-in düşməsi buna çox böyük təsir eləyir. Yəni bu 600 dollara falan çıxmaq bundan sonra çox çətindir. Çünki o vaxtlar çox izlənirdim, həqiqətən də deyirəm. Yəni prime dövrüm kimi bir şeydir. Çünki buna baxım bir dənə 296 min saat izlənirdim. İndi nə qədər izlənirəm? 158 min saat. Əvvəllər bu indi izləndiyimin 2 qatı qədər izlənirdim. Bu səbəbi nədir bilmirəm. Yəni insanlar mənə sıxılıb bu baxmağa falan. Amma ki olur bu. Yəni ki hamının bir prime dönəmi vardır. Prime dönəmi keçəndən sonra o ivməni yakalamaq bir çətin olur. Sən əyləncə üçün baxanlar gedir və sən sırf kütlən qalır və sırf kütlən vasitəsilə davam edirsən və onların dəstəyi vasitəsilə qabağa gedə bilirsən bundan sonrakı dövrdə. Yəni o vaxtlar görürsüz ki, yəni izlənmə sürəm bayağı çoxdur. İzlənmələr də bayağı çoxdur. 43 milyon aya izlənmişəm. Keçən ilin mayında. İndi nə qədər izlənmişəm? Bu ay, bu ilin mayında 40 milyon, 20 milyon izlənmişəm. Keçən ilin mayında 43 milyon izləmişəm. 2 qatından daha çoxdur. Yəni fikirləşə bilirsiniz. Yəni həmin vaxtlar aya 1000 manat falan qazanırmışam. Ondan sonra altın qoymuşuq 400 manata, 300 manata, 500 manata falan gəlib düşüb. Yəni bundan sonra da artması çox da öngörülən deyil. Artması çox da önəmli də deyil. Çünki artıq YouTube-u yəni iş kimi eləmirəm də mən. Yəni YouTube əgər iş kimi eləsəydim bundan daha çox pullar qazana bilərdim. Amma ki YouTube-u iş kimi eləmirəm. Əgər YouTube-u iş kimi eləsən bilirsən nə qararsan? Hər gün video atarsan, məsələn çox shorts atarsan, məsəl üçün hər gün video atarsan, hətta hər gün 2 dənə video atarsan, əgər bacarırsansa əgər. Onda məsələn mən səviyyəmdə bir kanal, məsələn gündə 2 dənə video atıb, məsələn aya 1000 manat rahat çıxarda bilərəm mənim fikrimcə. Prosta mən real əsas işim olaraqdan bunu eləmirəm deyə, buna görə də yəni bu əziyyəti eləmirəm. Çünki həmin əziyyəti dəymir, həqiqətən deyirəm. Sizə hər gün video atmağın, hər gündə 2 dənə video atmağın çətinliyi nədir siz bilirsiniz? Çünki mən vaxtında gündə 2 dənə video atırdım. Biri fərqli kanala, bir də ki bu kanala 2 dənə video atırdım və nə qədər əziyyət çəkdiyimi həqiqətən məndən başqa heç kəs bilməzdi. Yəni siz elə bilirsiniz ki, buradakı 600 dolları, yəni evdə oturub heç nə eləmədən qazanmışam. Amma ki mən o videoları çəkəndə nə qədər vaxtım gedib, nə qədər videonu editləyəndə vaxtım gedib, həqiqətən bunu bir dənə mən bilərəm, başqa heç kəs bilməzdi. Çünki bilirsiniz niyə? Tam razıyam ki sizinlə. Yəni mən evdən çıxıb hansısa iş yerinə gedib işləsəydim, bundan daha az qazanardım və daha çox əziyyət çəkərdim və evdə oturub bunu eləyirəmsə, yəni bu çox yaxşı bir şeydir. Yəni bunu heç vaxt demirəm ki, çox pis bir şeydir. Yəni sırf buna görə də siz YouTube-a başlamalısınız. Çünki niyə? Heç kəsin qabağında kölə olmursunuz və öz işinizi qurursunuz və öz işinizdən pul qazanırsınız. Bəlkə də buradakı qazandığınız pullarla başqa yerdə özünüzə obyekt tutarırsınız və yaxud da ki həyatınızı idarə edərsiniz. Amma ki belə bir məsələ də var da. Mən maksimum YouTube-dan məsələn üçün 600 dollar qazandım, məsələn üçün 1000 dollara qədər çıxartdım. Gündə 3 dənə video atıram. Mən cırılıram. Amma ki mən gündə 3 dənə video atsam, bütün günü kompüterə baxmalıyam. Normal bir dövlət işində işləsən, həftədə 5 gün işləyəcəksən də düzdür və 2 gün evdə istirahət edəcəksən, heç nə eləməyəcəksən və yaxud da 8 saat işləyəcəksən. Amma YouTube elə bir şeydir ki, sən öz müdürünsən deyə, sən heç kəs durub sizə demir ki, qardaşım dur video çək də, qardaşım get video at, pul qazanmalısan zat demir. Buna görə də öz məsuliyyəti özün hiss eləməlisən. Mən o pul qazanmaq üçün məsələn gecə gündüz mən video çəkirdim, video editdirdim. Yəni o vaxtlar həqiqətən də çox dəhşət idi. Çünki hər gün video atırdım. Hər gün video atmaq çox necə deyim, çətin bir şeydir. Evdən çəksən belə çətin bir şeydir abi. Çünki bilirsən niyə? Gün axşama kimi edit edirsən. Mən kör olmuşdum o vaxtlar edit etməkdə. Sizin bundan xəbəriniz var? O vaxtki qazanc sayəsində bu dəqiqə mən telefonumu dəyişmişəm. İndiki qazanc məsələn gündəlik mən keçimimi gücündən sağlayır da başa düşürsən. Amma ki o vaxtki qazanc olmasaydı, məsələn indiki mən ekstra telefonumu falan ala bilməzdim də, sən öyle deyirəm. Hə, siz bunu da fikirləşə bilərsiniz ki, məsələn indiki şəraitin hamısını mən YouTube-dan qazandığım pulla mı qazanmışam? Qətiyyən yox. Mən bu telefonla, məsələn o günlərdə telefonumu dəyişdirmişəm də, 220 min abunəli bu ikinci əl iPhone 13-lə çəkmişəm və bu telefonu 2024-cü ildə ikinci əl 800 manata almışam. Ola video ciddi. İkinci əl olaraq da 800 manata almışam və ikinci əl telefondan 3 ay afisant işləyərəkdən bunu aldım. Bu maşını qazandım, reklama döndü. Və bu telefon vasitəsilə nə eləmişəmsə mən bu telefonla vasitəsilə eləmişəm. Hə plus sadəcə bu da deyil. Mən 2023-cü ildə orada o vaxtda afisant işləmişdim və o vaxtda kompüter almışdım. Yəni 2 il ərzində bir dənə kompüter və bir dənə telefon ala bilmişəm sadəcə və bu kompüter və telefon vasitəsilə bu gördüyünüz indi sizin qarşınızda. Və mən o günlərdə məsələn indi telefonumu dəyişmişəm. Məsələn 16 Pro-ya keçmişəm. Haqqım deyilmi? Məncə haqqımdır. Çünki 1 ildir ki mən eyni telefonu işləyirəm. 1 il də deyil. 1 il ki eyni telefonla YouTube-a video çəkirəm mən. Hətta 1 il 6 aydır. Amma ki bu video mən özüm 2024-də almışam. Yəni 2 il özüm işlətmişəm. 1 ildən məndən əlavə başqası işlədib. Çox yaxşı işləyir. Məsələn siz əgər indi YouTube-a başlamaq istəyirsinizsə, keyfiyyətli kamera istəyirsinizsə, məncə yəni ikinci əl iPhone-lar sizin birinci seçiminiz olmalıdır. Bu arada YouTube-un AI-ından da sizə danışmağı unutmuşam bu arada. Yəni sizə YouTube-un AI var burada. Ümumiyyətlə kanalınızı necə analiz eləmək lazımdır. YouTube-un AI sizə həqiqətən çox kömək olur. Məsəl üçün mən YouTube-un AI-ından soruşum ki, 2025 nədən bu kadar başarılı oldu deyə sual verəcəm. Məsələn, YouTube-un AI-dır bu arada. Saçma bir şeydir. Prosta sadəcə sırf YouTube-a görə işləyir də. Məsələn, görə elə bizə nə deyəcək? Məsələn, mən 2025-ci ildə niyə bu qədər uğurlu olmuşam? Məsələn, 2025 mənim prime dönəmim idi demək olar ki. Niyə o qədər uğurlu olmuşam? Görə elə nə cavab verəcək? Mən də maraqlıdır. Mən birinci dəfə belə sual verirəm bunu. Fərəz kanalı üçün 2025 yılı gerçekten inanılmaz bir sıçrama yılı olmuş və elə baktığımda kanalın bu kadar başarılı olmasının arkasında temel nedenleri ve öne çıkan noktaları şu şekilde özetleyebilirim. Devasa büyüme ve shorts etkisi. 2025 yılı kanal için tam anlamıyla bir patlama noktası. 2024 yılına
qiyasla izlənmə sayında 160.000% bir sizə deməkdir ki, yəni neçə qat olduğunu bilmirəm də. Toplamda 270 milyondan fazla izlənmə əldə etmiş. Bu başarının aslan payı kesinlikle short içeriklerine ait. İzlenmelerin yaklaşık 95%'i 257 milyon short videolarından gelmiştir. Short akışında trafiğinde %79'unu oluşturarak seni milyonlarca yeni izleyiciye buluşturan ana motor olmuş. Bu da səbəbi nədir? Siz əgər short çıxarılabilir bir videolar çəksəniz əgər, short vasitəsilə həqiqətən də sizin kanalınız kəşf edilə bilər. Yoxsa short olmasa sizin kanalınızın kəşf edilməsi belə çətin məsələdir. Yəni bunu zarafatsız deyirəm. Yəni izləyicilərlə samimi və mizahi bağ. Görəl nə deyir? Yorumları incelediğimde izleyicilerim seni doğal tepkilerini, samimiyetini ve mizah anlayışını çok sevdiğini görüyorum. Özellikle Kim Gördü veya Riyaziyat gibi videolarında izleyicilerin kendi hayatlarından parçalarını bulması, topluluğunla aranda güçlü bir bağ kurmuş. Takipçilerin seni sadece bir içerik üreticisi olarak değil, kendilerinin biri olarak görüyor. Burada da səmimiyyət girir ortaya. Əgər sizin səmimiyyətiniz olmasa izləyicilərin sizə baxması çox əziyyət kimi bir şey olar da. Buna görə də mən bütün səmimiyyətimlə videonu çəkirəm. Yəni heç vaxt heç nəyi gizlətmirəm. İnteraktiv içeriklerin gücü. Kanalında soru-cavab tarzı izleyicilerin teste tabi tutan ve fikirlerini soran içerikler çok yüksek etkileşim almış. İzleyicilerin yorumlarda aktif olarak yer alması, videolarında YouTube algoritması tarafından daha fazla öne çıkarılmasını sağlamış. Ayrıca yorumlarda verdiğin yanıtlar ve etkileşimde sadık bir kitle oluşturmalı büyük rol oynamış. Ne demek istəyir? Ben yorumların demək olar ki, çoxundan, uzun videoların çoxundan kalp atıramda bildiğiniz kimi bu videoda yorum yazıp yoxlayabilirsiniz. Onu demeye çalışır bu arada. Deyir ki, izləyicilərlə çox bayağı yaxşı bağ qurmuşsan, onu deməlisən. Bizden biri havası seni 2025'in yıldızı yapmış. Shorts'un ümumiyyətlə kanalın partlamasında çok büyük bir rol var. Yani bunu deyir. Deyəcəksiniz ki, qardaşım, Shorts videosu atan kanal. Kardeşim ben sadece shorts atmıram, uzun videolarımda kifayət qədər yaxşı izlən. Gəlin sizə uzun video izlənmələrindən göstərim. İçeriye giririk burada. İçeriye girdim və ömür boyu görüm nə qədər izlənmişəm. Bu ümumiyyətlə bütün kanal açılandan indiki vaxta qədər olan izlənməni göstərəcək bizə. Shorts'dan 372 milyon shorts izlənmişəm və 10.7 milyonda bəyəni almışam. 171 min abonemin shortsdan gəlib. Bu o deməkdir ki, mənim indiki abonemin təxmini 50 mini uzun videolarından gəlib. Nə qədər uzun video izlətmişəm? 17.9 milyon bu ömür boyu, yəni ki 2025 və 2026-nı nəzərdə tutaq bu arada. Hardasa bir 15 ay falan eləyir. 17.9 milyon izlənmə deməkdir. 17.9 milyon bilsiniz nə deməkdir? Təxmini aylıq 1 milyon uzun video izlənməsi deməkdir. Yəni siz bunu belə fikirləşə bilərsiniz. Elə bilin ki, mən həftədə 3 dənə video atmıram, ayda 1 video atıram və o 1 milyon izlənir. Yəni bu qədər mükəmməl bir rəqəmdir. Yaxşı bir rəqəmdir. Yəni özümü tərifləmək üçün demirəm, həqiqətən deyirəm. Yəni kanalın göstəricisi budur da, yəni. Nəysə bunların hamısını keçdim. Bunların hamısını sizə göstərdim, hər şeyi sizə göstərdim. Məncə artıq sual işarəsi qalmamışdır. Dediyim kimi, əgər kursumuza qoşulmaq istəyirsinizsə, əgər ön qeydiyyatdan mütləq keçməlisiniz. 10 nəfər və ya 15 nəfər ilk qeydiyyat üçün yeri sınırlı qoyacağam. Gələcək vaxtlarda bəlkə artıraram, bəlkə artırmaram. Buna görə də əgər YouTube-a başlamaq istəyirsinizsə və mənim təcrübələrimdən faydalanmaq istəyirsinizsə, əgər bu kursa mütləq qoşulmalısınız deyirəm və bu videonu burada sonlandırıram. İndi deyirəm, yəni qaranlıq qalan sizə bir şey olmamışdır. Yəni fikirləşdiyiniz kimi YouTuberlar belə çox mükəmməl zor qazanmırlar da. Yəni başa düşürsən, məsələn son aylarda məsələn 500 manatı mən gücdən görmüşəm də, yəni kanallarda. Siz əgər YouTuber olsanız və keyfiyyətli videolar çəksəniz, qazancınızın hamısını sadəcə YouTube gəliri ilə kifayətlənməyəcəksiniz. Çünki sizin sponsorlarınız da olacaq. Sponsorlar da sizə bəzən elə ay ola bilər ki, sizin YouTubedan qazandığınızdan daha çox pul ödəyə bilərlər. Deyirəm və bu videonu burada sonlandırıram. Onu da deyim ki, bu arada bu qazandığımız pulun hamısı bizim cebimizə düşmür də. Yəni başta bunun vericisi var, sosialı var və başqa bir şey vardı, onun adı yadımdan çıxdı. Yəni qazandığımız pulun təxmini 15-20% gedir deyə bilərəm. Yəni ayda 1000 manat qazanırsansa bunun 200 manatın vergiyə falan verirsən, sosial falan verirsən. Yəni onu da əvvəlcədən deyim, yəni bilməmiş olmayın. Yəni çox YouTuberda bu məlumatların heç birini sizlə paylaşmaz, çünki YouTuberlar özlərinə necə deyim, rəqib çıxmasını heç vaxt istəməzlər. Yəni buna görə də yəni bu çəkdiyim ən səmimi videolardan biri ola bilər. Yəni bütün qəlbdən yəni sizə bildiyim bəzi şeylər dedim, hamısını demədim, bəzi şeylər dedim. Çünki kanal necə idarə olunur falan, bunları mən bilən videoda heç vaxt başa sala bilmərəm. Buna görə də kurs açmışıq. Buna görə də əgər həqiqətən YouTube-dan maraqlanırsınızsa, kursumuza üyə olmağı unutmayın deyirəm və videomu burada sonlandırıram. Gələcək videoda görüşmək üzrə. Əziyyətə qarşılıq bir 5000 like atarsınız da, nə olar?